Hamıya salam dəyərli izləyicilər, xoş gördük hər-birinizi. Bu günləri mən sizlərə İspaniyanın Zara saytından necə sifariş edə bilərik, bunun haqqında danışacağam. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olacaqdır. Bir çox izləyicilərin tərəfindən mənə suallar gəlirdi ki, İspaniyanın Zara saytından necə sifariş edə bilərik? Bildiyimiz kimi bir çox kargo şirkətləri, buna aid Expargo, ondan sonra Kango, Starex kimi kargo şirkətlərinin İspaniyada anbarları mövcuddur və bu anbarlar vasitəsilə biz bildiyimiz kimi Zara saytı onsuz da İspaniyaya aiddir. Yəni bir alış-veriş platforması olaraq və mağazası olaraq biz orijinal Zara'nın özündən necə sifariş edə bilərik? Bu videoda bunları öyrənəcəyik. Qiymətlər münasibdirmi, yoxsa münasib deyilmi və s. kimi haqqında videoda mən bir çox məlumatları qeyd eləmişəm. Və dəyərli izləyicilər, belə videoların davamının gəlməsi üçün mütləq aşağıdan kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumatı olmayan dostlarınız, podruqalarınız varsa onlarla bu videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. İndi isə çox vaxtınızı almadan Dostlar, Zara İspaniyadan sifariş etmək üçün Google-a daxil olub axtarış yerinə zara.com yazırıq və daxil oluruq. Daxil olduqdan sonra qarşımıza konum çıxacaq. Burada konumu İspaniya edəcəyik. İspaniya etmək üçün isə aşağı düşüb burada Espana tapmalıyıq. Espana seçdikdən sonra dili də ingilis dilində eləyirik və davam etdiririk. Davam etdikdən sonra qarşımıza deməli belə bir səhifə açılır və burada sol tərəfdə bu 3 dənə xətt olan bölməyə daxil oluruq. Nəzərinizə çatdırım ki, burada həm kişi, qadın və uşaq üçün istənilən ayaqqabı olsun, paltar olsun, make-up məhsulları olsun, ondan sonra bir çox aksesuarları tapa bilərsiniz. Nəzərinizə çatdırım ki, Zara alış-veriş saytı və mağazası İspaniyanın bir mağazası da alış-veriş platformasıdır. Yəni Azərbaycanda da bildiyimiz kimi mollarda var, amma İspaniyanın öz əsl markasıdır. Yəni İspaniyaya aid bir alış-veriş saytıdır. İndi biz buradan sifariş etmək üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Mən sizə göstərəcəm ki, buradan sifariş etmək qaydası nədir. Məsələn, qadınlar burada Woman bölməsinə gəldikdən sonra, məsələn, aşağı düşüb, burada cinslərə baxa bilərlər. Ondan sonra tişörtlər var və aşağıda qiymətlər də qeyd olunub. Məsələn, 22.95 avroya, hardasa bizim pulla 45-46 manata gəlir. Qiymətlər çox ucuz da deyil, nə də lap çox da baha deyil. Münasib qiymətə brend mağazadan, həmçinin İspaniyanın özündən siz məhsullarınızı əldə edə bilərsiniz. İlk öncə buradan siz seçiminizi edəcəksiniz. Mən indi əsas səhifədə qayıdım digər Zara İspaniya səhifəmə. Burada özümə bir ayaqqabı seçmişəm. Bu ayaqqabı endirimdədir hal-hazırda. Gördüyünüz kimi belə bir ayaqqabıdır. Nəzərinizə çatdırım ki, aşağıda rənglərini də seçə bilərik. Baxın, qaranı seçdim, qara oldu. Korичневый seçdim, korичневый oldu. Mən korичневый sifariş edəcəm, yəni qəhvə rəngini. Aşağıda da bir çox şəkilləri mövcuddur. Bunlara da baxa bilərik və burada aşağıda produkt mensurement bölməsi var və digər məhsulun materialı və s. kimi məlumatları buradan oxuya bilərsiniz. Mən indi burada aşağıda əd bölməsinə bir dəfə klik edəcəm sifariş etmək üçün. Etdikdən sonra burada ayaq razmerimizi seçəcəyik. Ayaq ölçüsü 40 razmer və daha sonra seçdikdən sonra bu bizim səbətimizə düşdü. Sağ tərəfdə 2 yazılan bölmə var, hansı ki burada səbətimizə düşmüş hesab olunur və aşağıda mənim back slim fit tişört də var. Onu sifariş etməyəcəm, onu delete eləyirəm və bunu sifariş etmək üçün ilk öncə aşağıda continue var. Buna bir dəfə klik edirik. Continue etdikdən sonra aşağıda continue as a guest var. Registrin altında baxın bu bölməni deyirəm. Bir dəqiqə gözləyin, göstərim. Baxın bu bölmə. Continue as a guest. Daha sonra gəlirik biz Expargoya. Nəzərinizə çatdırım ki, Expargo tətbiqini də yükləməlisiniz. Expargo tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra biz daxil olacağıq Expargo tətbiqinin içinə. Burada biz İspaniya ünvanımızı seçəcəyik. Nəzərinizə çatdırım ki, sifariş etməmişdən öncə burada aşağıda tariflər bölməsindən İspaniyadan çatdırılma puluna baxa bilərik. İspaniyadan məsələn, deməli 100 qramını gətirirlər 3 manat 50 qəpiyə, 250 qramını 7 manata, yarım kiloya qədər isə 10 manata. Yəni sifariş etdiyiniz zaman məsələn 40 manat ayaqqabının pulu idisə da bayaq və 11 manatdakı hardasa nəzərimizdə tutmalıyıq ki, ayaqqabının ağırlığı qutusundan bir yerdə bir 250 yarım kilo arası olacaq. 250 qram 500 qram arası olacaq. Hər nəysə indi sifariş etmək üçün qayıdıram yenə əsas səhifəyə. Xarici ünvanların bölməsinə İspaniya seçirəm və burada məlumatlarımı qeyd edirəm. Full name Ali, surname Qasımzadə. Aşağıda adres bölməsinə biz gəlib buradan adreslərin biri kopyalayırıq.
İzin vermə. Bir dəqiqə. Aha. Adres layın 1 bölməsindən bunu kopyaladıq. 2 bölməsini isə digərini yazacağıq. Postal kod yerinə ondan sonra postal kod yerinə biz gəlib buradan 18415 kopyalayıb yazacağıq. Town bölməsinə burada biggest reels bölməsini kopyalayırıq. Ondan sonra daha sonra burada nə qaldı? Province bölməsinə isə nə yazacağıq? İndi göstərəcəm. Barcelona. Province bölməsinə Barcelona qeyd etdik. Daha sonra burada nə qaldı? E-mail bölməsinə isə bu e-mailimizi yazacağıq. Bunları yazdıqdan sonra bir daha kontrol edirik. Ali Qasimzadə, İspaniya, adres, postal kod, town, province. Bütün məlumatlar qeyd etdik. Bizdə qaldı bir dənə telefon nömrəsi. Buradan phone number'ı deməli kopyalayırıq və bura yapışdırırıq. Yapışdırdıqdan sonra aşağı düşürük. Burada baxın, İspaniyadan standart sifarişlər həftədə 2 dəfə, maye və parfümeri sifarişlər isə 2 həftədə 1 dəfə həyata keçirilir. Xahiş edilir, sifarişlərini nəzərə alırsınız. Oldu. Aşağıda buna bir dəfə klik eləyirik, quş qoyuruq və daha sonra continue deyəcəyik. Continue dedikdən sonra burada bizdə başa düşmürüksə əgər dəyərli izləyicilər, burada çevir xidməti var. Bundan da istifadə edə bilərik. İndi məndə bu niyə çevirmədi? Mən tərcümə eləyim sizin üçün. Burada tərcümə olunmadı, amma belə istəsəz ekran görüntüsü alıb Google Translate-dən də tərcümə edə bilərsiniz. Free shipping from 30 avro. Yəni deyir ki, ödənişli çatdırılma üçün minimum 30 avro olmalıdır sifarişiniz. 3.95 avro deməli bizdən çatdırılma pulu seçəcək və daha sonra bizim hansı ki 39 avro idi. 39 avro yox, əstəğfurullah, 19 avroya üzərinə gələcək. Continue deyirəm yekun məbləği görmək üçün. Baxın, 23 avro, 23.94 avro oldu və burada aşağıdakı shipping in receivable box-a bir dəfə klik edirəm və continue vururam. Continue vurduqdan sonra choose payment method bölməsindən isə biz buradan kredit debit kartımızı seçirik və daha sonra kart nömrələrimizi daxil eləyib davam edəcəyik. Mən indi kart nömrəmi daxil etdikdən sonra davam eləyəcəyik və növbəti proseslər haqqında sizə məlumatlar çatdıracağam. Dostlar, bir məlumat nəzərinizə çatdırım ki, burada kart holder bölməsinə Ali Qasimzadə məsələn mən yazmışam. Siz də kart kimin adınadırsa həmin şəxsin adını yazın. Məsələn, nə bilim Hüseyn Məmmədov. Expiration bölməsinə kartın son bitmə tarixini qeyd edəcəksiniz. CV koduna isə 3 rəqəmli və yaxud 4 rəqəmli CV kodunu daxil edəcəksiniz. Və dəyərli izləyicilər, sifarişi verdim. Gördüyünüz kimi e-mailimə də gəldi. Bizim deməli sifarişlə bağlı və order nömrəsi də burada qeyd olundu. Deməli aşağıda bizdə burada məlumatlar gəldi. Daha sonra biz nə edəcəyik? Onu növbəti videoda göstərəcəm. Dəyərli izləyicilər, məhsul bizim Expargonun belə deyək, İspaniyadakı anbarına daxil olduqdan sonra mən sizə növbəti videoda sifarişi necə bəyan edə bilərik, bunun haqqında ətraflı video gələcək. Nəzərinizə çatdırım ki, çatdırılma müddəti hardasa 10-14 gün arası olacaqdır. Çatdırılma pulu Expargoya da ödəniş olunacaq, hansı ki bayaq qeyd elədim. Yəni sifarişimizin çəkisi nə qədərdirsə də, həmin çəkisinin pulunu biz Expargonun tətbiqində ödəyəcəyik. Bu kimi məsələlər növbəti video olacaq. Mütləq abunə olun ki, növbəti İspaniyadan, Zara'dan sifarişimizi necə bəyan edə bilərik və həmin faktura məsələsidir, çatdırma pulunun ödənilməsi kimi məsələləri qaçırmayasınız. İnanıram ki, qaranlıq qalan bir məqam qalmadı. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik, çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb, onlarla da bölüşməyi unutmayın. Gələcək videoların nə haqqında olmağını istəyirsinizsə, mütləq aşağıda şərh bölməsində də qeyd edə bilərsiniz. Bu qədər. Özünüzə çox yaxşı baxın. Gələcək videoda görüşənədək hələlik.